Yalçın bəy, sən Allah deyirəm, məni ara gətirmişsən. Əziz tamaşaçılar, mən bu günləri Ofeliya xanımı gətirmişəm. Tamamilə imicini dəyişdirim. Makyajsız Ofeliya, birazdan makyajdır. Bu işin də ustası stilist Pərviz Mirzəyevdir. Elə gedək Pərviz Mirzəyevin yanına. Bəli, görə Pərviz bizi necə dəyişəcək. Pərviz bəy, xoş gördük. Xoş gördük Yalçın, xoş gəldiniz salonumuza. İstədik ki, bu günləri Ofeliya xanımı sizin yanınıza gətirək və onun imicini dəyişəsiniz. Amma ilk dəfə. İlk dəfə. Bəli. Əslində Ofeliya xanımdan çoxdan izləyirdim. Həqiqətən beynimdə var idi ciyalar. Qismət bu neymiş? Qura qıza necə ilə neyləmək Yox, olar? elə düşünmürdüm. İnşallah bugün Ofeliya xanımı 180 dərəcə dəyişəcəyik. Əziz tamaşaçılar, özüm dəyişmirəm ha, imicini dəyişirlər. Narahat olmuyor. Bir yolunu bul, hadi yanıma gel olur. Bak ben hala sağ. Əziz tamaşaçılar, artıq Pərviz bəy Ofeliya xanımın imicin üzərində işlədi. İndi tamamilə fərqli bir Ofeliya Şabanova görəcəksiniz. Hazırıq mı Pərviz? Hazırıq. Kaprizlər göstərmədi ki Ofeliya? Yox, çox sakitlikdir. İstədim, nə istəyirsən onu elə. Biz biraz satmaq istədim, qoymadı amma bu da əla çıxdı. Yaxşı, bugünkü obrazın adı nədir? Ofeliya xanım yeniymiş. Ad yoxdur. Ofeliya xanıma layiq olaraq xas bir obrazdır. Yəni başqa ad qoymuyor. Əziz tamaşaçılar, biz vəd elədiyimiz Ofeliya xanımın yeni imici Pərviz bəy Ofeliya Şabanovanın imicini dəyişdi. Mən istəyərdim ki, yeni imicdə Ofeliya Şabanovanı tamaşaçılar görsünlər. Da-da-da-dam. Necədir, Ofeliya Şabanova öz imicini bəyəndimi? Sizcə necədir əziz tamaşaçılar? Möhtəşəm. Pərviz çox sağ olmuşdu. Stilist Pərviz deyirlər. Dedim, mənə də qismət olar bir gün inşallah. Stilist Pərvizin məni belə dəyişməsi əllərim var olsun. Amma ən əsası odur ki, Pərviz kimi dost qazandım. Mən də Pərviz bəyə təşəkkür edirəm. Tanış elədiniz bizi. Bəli. Belə bir stilistlə tanış elədiniz, mən xoşbəxtəm. Həqiqətən. Xanımlar həmişə gözəlləşir, xoşbəxt oluruq. Həqiqətən bugün çox xoşbəxtəm. Ofeliya Şabanovanın bu günləri imicini dəyişdik. Amma mənə maraqlıdır. Ofeliya Şabanova bugünkü sürprizə hazırdır. Mən Gözəl gəlmişdin, saçımı biraz etdirmişsən, dəyişmirsən məni, sən Allah başqa bir şeylər eləmir. Belə gözəldir, hər şey yaxşıdır. Məncə sürpriz bəsdir. yox, sürpriz həqiqətən bugün olacaq. Artıq Ofeliya Şabanovanın bacısı gəlib buradadır. Tamaşaçılar izləsinlər həqiqətən. Tamaşaçılar izləsinlər. Az sonra. Mənə zarafat edirsən. Yox, həqiqət zarafat deyil. Doğrudan deyirsən, inanım sizə. Bəli, bəli. Ofeliya Şabanova bugünkü çəkilişdən razıdırmı? Çox həddindən artıq. Bizim çəkiliş heyətimiz görürsən peşəkar Maşallah olsun. komandam var. Maşallah olsun. Bu peşəkar komandanın da başında Ravin Əliyev durur. Ravin Əliyev də Ravin Əliyev günün sonunda bizimlə əyləşəcək. Ravin Əliyevə də maraqlı suallarım var. Və mənim ilk klipimi çəkəcək. Onu da mən açıqlamasını burada verdim. Az sonra. Bəli.